Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizə tam cəbri ifadələrin part 1 hissəsinə daxil etdiyim başlıqlardan danışacağam. Davamı isə part 2-də olacaq. Bundan əlavə dərslərdə iştirak etmək üçün ekranda gördüyünüz nömrə ilə WhatsApp üzərindən əlaqə saxlayıb dərslər barəsində məlumat ala bilərsiniz. Başlayaq izaha. Mövzunu hər zamanki kimi müxtəlif başlıqlara bölmüşəm və hər bir başlıq haqqında ümumi məlumatları verəcəm. Birinci, riyazi ifadələrdən danışmaq istəyirəm. Uşaqlar, başlıq yazıram riyazi ifadələr. Riyazi ifadələr iki yerə bölünür. Birincisinə biz deyəcəyik ədədi ifadə, digərinə isə biz deyəcəyik hərfi ifadə. Deməli, ədədi ifadə nədir? Əməl işarələri, bizim əməllərimiz nədir? Toplama, çıxma, vurma, bölmə. Toplama, çıxma, vurma, bölmə. Deməli, deyirik ki, əməl işarələri və mötərizələrin köməyi ilə ədədlərdən ibarət olan ifadəyə ədədi ifadə deyilir. Məsələn, belə bir nümunə göstərə bilərəm. 3 plus 5. Nə bilim, bunu vuraram 1-2-yə. Çıxaram 3-ün kvadratını. Belə, üstünə gələrəm 7. Nə bölərəm 1. Yəni, nə istəsəz. Önəmli olan orada nədir? Ədədlər olsun. Var. Sonra mötərizələr ola da bilər, olmaya da bilər. Əməl işarələri ola da bilər, olmaya da bilər. Qüvvət ola da bilər, olmaya da bilər. Və qüvvət natural üstü qüvvət olmalıdır uşaqlar. Biz buna deyirik ədədi ifadə. Bundan əlavə, ədədlərin özü də hər biri, yəni təklikdə ədədi ifadədir. Və ona görə deyirəm ki, mötərizədir, əməl işarələri, bunlar ola da bilər, olmaya da bilər. Çünki iki də təklikdə bir ədədi ifadədir. Bu da onların içində elə bil bu əməllərdir, mötərizədir, onların ədədlərin natural üstü qüvvəti, bu əlavələrdə, yəni bunların da iştirakı varsa, o yeni ədədi ifadədir. Əgər ifadədə həm ədədlər, yəni bu gördükləriniz, bax bu ekranda olanlar, əlavə olaraq isə hərflər, yəni dəyişənlər də iştirak edirsə, bu cür ifadəyə hərfi ifadə və ya dəyişən olan ifadə deyirik. Məsələn, x kvadratı bir dəyişən olan ifadədir. Və ya x kub üstə gəlinsin 4y yenə dəyişən olan ifadədir. Və 5 üstə gəlinsin 1z yenə dəyişən olan ifadədir. Nə bilim, bunun 3-cü dərəcədən qüvvəti yenə bir dəyişən olan ifadədir və s. Bu ifadələrdəki hərflər, baxın bu hərflər, ədədi göstərə bilər. Yəni, hərflərin yerinə ədəd qoyduqda, uşaqlar, baxın bu hərflərin yerinə ədəd qoyduqda o ifadə çönüb olur ədədi ifadə. Deməli, hərfi ifadənin yerində hərfin yerini ifadə eləyəcək ədəd varsa, onu gətirib yerinə yazdıqda olur ədəd ifadə. Daha sonra, ifadəni hesablayarkən sıfıra bölmə varsa, deməli ifadənin mənası yoxdur. Çünki sıfıra bölmək mənasızdır. Yəni, istəyirsiniz ədəd ifadə olsun, istəyirsiniz hərfi ifadə olsun. Sıfıra bölmə varsa içində, o ifadənin mənası yoxdur. Məsələn, baxın, belə bir ifadə yazmışam. 2 plus 5 çıx z üstə 4, nə bilim, və s. Hətta kvadratı, mötərizənin kvadratı yazmışam. Bir dənə də yazıram ki, bölək 0. Ay uşaqlar, bu ifadənin mənası yoxdur. Belə bir şey ola bilməz. Çünki sıfıra bölmə yoxdur. Davam edirəm. Növbəti başlıq. Natural, üstlü, qüvvət. Çox mühümdür, diqqətlə qulaq asırsınız. Natural üstü qüvvət. Əvvəla bunu bilməlisiniz ki, hər biri A-ya bərabər olan en sayda toplananların cəmi. Məsələn, nə deməkdir bu dediyim? A plus A plus A, nöqtə yenə plus A. Burada en sayda A var, yəni en toplanan var. Qayda bizə deyir ki, hər biri A-ya bərabər olan en sayda toplananların cəmi en vurulsun A kimi ifadə olunur. Misal üzərində desəm, məsələn, deyirəm ki, 3 üstə 3 üstə 3 üstə 3. Ay uşaqlar, burada neçə dənə 3 var?
4 dənə mənim enimi göstərir 4. Bax, say eni göstərir. A hərfimin yerində isə burada hansı toplanan iştirak edir? 3 toplananı. A-nın yerində də durur 3. Deməli, cavab edəcək 12. Bu, en sayda toplananlar üçün idi. İndi bir də deyirəm ki, hər biri A-ya bərabər olan en sayda vuruğun hasilinə A-nın natural üslü qüvvəti deyilir. Nə deməkdir? Bunu yazıb göstərək. Yəni, burada n dənə A vuruğu var. En sayda. Bunun deməli yazarkən n dənə A sayda natural vuruğu A üstü n kimi göstərmək halına biz deyirik ki, natural üslü qüvvət. Məsələn, nümunə göstərsəm, deyirəm ki, 4 vur 4 vur 4 vur 4. Neçə dənə 4 var uşaqlar? 5 dənə. Mənim enimin yerində nə durur? 5. A-nın yerində nə durur? 4. Deməli, 4'ü yazıram, qüvvətə də qoyuram 5. Baxın, bu bura yazdığıma biz deyirik qüvvət. Deməli, sayı 4'ün üzərinə qoyuruq, əmələ gəlir natural üslü qüvvət. Burada A-ya, A hərfinə yəni əsas, yəni qüvvətin əsası deyilir. Bax, buradan yazıram, siz özünüz də qeyd götürə bilərsiniz. Bundan əlavə də bu yazdıqlarım uşaqlar hər birinin PDF-i var. Dərsdə iştirak edən şagirdlərim hamısı görür, yəni onlarda əl yazma formasında da PDF olur. Deməli, burada A-ya qüvvətin əsası, n isə qüvvətin dərəcəsidir. Yazıram, qüvvətin dərəcəsi, yəni üstü adlanır. Qüvvətin qiymətinin hesablanması, uşaqlar, qüvvətin qiymətinin hesablanması qüvvətə yüksəltmə adlanır. Məsələn, A vuraq A nədir? A kvadratı. A vuraq A vuraq A, A kubu. Və 4 dənə olsa A üstü 4, nə? 100 dənə olsa A üstü 100. Uşaqlar, mütləq burada nəyi bilməlisiniz? İstənilən ifadənin birinci dərəcədən qüvvəti həmin ifadənin özünə bərabər olur. Məsələn, A üstü 1 A'dır. Məsələn, yazaram bir dənə ədəd ifadə göstərim siz üçün. 5 üstü 2, 10 üstü 1, elə 5 plus 2'dir. Sonra bunları yadınızda saxlayın. Pi üstü 1 pi'dir. Sonra Euler ədədi E üstü 1 E'dir. Sonra bir dənə hərfi ifadə də yazım. Hətta x kvadratı üstə 7 x plus 4 üstü 1. Yəni, yeni ifadənin özünə bərabər olacaq. Bərabərdir x kvadrat üstə 7x üstə gələk 4. Sonra sıfırdan fərqli istənilən ifadənin sıfırıncı qüvvəti 1'ə bərabərdir. Nə deməkdir bu? Məsələn, 2 üstü 0 1'dir. Mənfi 5 üstü 0 1'dir. Sonra 3x üstü 0 1'dir. Sonra pi üstü 0 1'dir. Y üstü 0 1'dir. Yəni, hətta bir dənə çox hədli formada da göstərim. Birazdan keçəcəyik çox hədlilərdə. Üstü 0, baxın, bu ifadə bütövlükdə 1'ə bərabərdir. Bir dənə istisna hal var ki, 0 üstü 0 təyin olmayıb. 0 üstü 0 müəyyən deyil. Yəni hesablanmır. Sıfırın natural qüvvətləri sıfıra bərabərdir uşaqlar. 0 üstü 0, baxın, elə belə də yazırsınız, təyin olunmayıb. Amma sıfırın natural qüvvətləri, məsəl üçün 0 üstü 99 sıfıra bərabərdir. Yəni 0,99 dəfə uşaqlar öz-özünə vurursunuz da. Sonra 0 üstü 5 tutan deyirəm. 0,5 dəfə öz-özünə vuranda yeni nə eləyəcək? 0 edəcək. Natural üslü qüvvətin xassələrindən danışacağım indi sizə. Xassələri. Bilməli olduğunuz deməli birinci xassə budur. A üstü n vurulsun A üstü m uşaqlar. A üstü m plus m'ə bərabər olacaq. Nə deməkdir bu? Məsələn, deyirəm ki, 5 üstü 4 vurulsun 5 üstü 9
Əsaslar eynidirsə uşaqlar, baxın A bizim əsasımız idi. Əsaslar eynidirsə, onları bir əsasda yazıb qüvvətlərini toplaya bilərik. Bax, burada 5, 5 əsas eynidir. Bir əsasla yazıram, qüvvətlərini toplayıram və qüvvətdə yazıram. 5 üstü 4-ün üstü 9 gələndə edəcək 13. Sonra ikincisi, A üstü n, onun da üstü m bərabərdir. Olacaq A üstü n vurulsun m. Nə deməkdir bu? Yazaram ki, bir dənə 6 üstü 2, 10 üstü 4. Uşaqlar, burada mötərizə göstərilibdirsə, onu 6 üstü 2-ni 4-ə vuracağam. Olacaq 6 üstü 8 və qüvvətdə yazacağam. Sonra üçüncüsü nədir? A üstü n bölünsün A üstü m. Bu nə olacaq? Bunu bəzən siz belə də görə bilərsiniz. A üstü n, A üstü m. Əsaslar eynidirsə, ay uşaqlar, bayaq dedim, vurma olanda üstlər toplanır. Baxın, topladıq. Vurma olanda, ortada vurma işarəsi olanda üstlər toplanır. Bölmə işarəsi olanda isə uşaqlar, üstlər çıxılacaq. Olacaq nə? A üstü n çıxılsın mı? Yəni birincidən ikincini çıxacaq. A üstü n çıxaq m, n çıxaq m. Üstlər çıxılacaq. Buna aid bir dənə məsələni göstərək. Aşağıdan yazaq ki, daha çox yer tuta bilər. Deməli, olsun 9 üstü 6, deyirəm bölək 9 üstü 2. Baxın, əsaslar nədir? Hər ikisində əsas 9'dur. Dedim, əsaslar eynidirsə neyinirik? Bir əsasda yazıram. Bunu hətta belə də göstərimsə kəsir kimi də görə bilərsiniz də, şaşmayın, yəni eyni mənaya gəlir. Bir əsasda yazıram uşaqlar. Birincidən ikincini çıxıram və yenə qüvvətli olduğu kimi qalır. Olacaq 9 üstü 4. 9 üstü 4 də nə deməkdir? 9'u 4 dəfə öz-özünə vurmaq deməkdir. Dördüncüsü. Olar ki, A, B üstü n bərabərdir uşaqlar. A üstü n, B üstü n. Baxın, bu səfər əsaslar fərqlidir, qüvvətlər eynidir. Buna aid bir nümunə göstərsəm, deyərəm ki, məsələn, 3 vurulsun 4, qüvvətdə 7. Baxın, fərqli əsaslardır, biri 3'dür, biri 4, amma qüvvətləri deməli eyni olacaq. 3 üstü 7, 4 üstü 7 kimi yazmaq olar. Sonra 5-incisi, A üstü n, B üstü n bərabərdir A, B üstü n. Elə bil həmin ifadənin geri qaytarılmışıdır. Bu da nə deməkdir? Bir dənə nümunə göstərsəm, məsələn, 5'in kvadratı vuraq 8'in kvadratı. Bax, əsaslar fərqlidir. Biri 5'dir, biri 8'dir. Amma qüvvətlər eynidirsə, onu əsaslarını bir-birinə vurursan, mötərizədə yazıb üzərinə həmin o qüvvəti yaza bilərik. Bu da olacaq nə? 40 üstü 8. Daha sonra davam edirəm 6-cısı ilə. Bu səfər bölməsini göstərirəm. B'də A üstü n. İndi yenə əsaslar fərqlidir. Bu səfər bölmə şəklindədir və olacaq ki, A üstü n, aşağıda da B üstü n. Nümunə göstərsəm, məsəl üçün 7'də 5 üstündə 4 ayrı-ayrı qüvvətlər şəklində göstərsəm 5 üstü 4 və 7 üstü 4 olacaqdır. Bunun geri qayıtması da mümkündür. Elə qarşısından yazıram. Yəni A üstü n, B üstü n belə olsa bərabər olacaq. Elə B'də A üstü n. Məsəl üçün nə deməkdir bu? 4 üstü 15, aşağıda da yazaram 8 üstü 15. Elə bu nə deməkdir? 8'də 4 üstündə 15 kimi göstərilə bilər. Sonra bir də uşaqlar biz demişdik də sıfıra bölmə yoxdur. Yəni burada B hər ikisində, yəni həm 6-cıda, həm 7-cidə də məxrəcdə bölmə ola bilməz. Axı B mütləq fərqlidir. Sıfır şərtini verməliyik. B fərqlidir.
Deməli 0 şəklində olmalıdır hökmən. Sonra bir də deməli 7-ci də yazdım, bir dənə də 8-ci də qeyd edək. Bu da nədir? A üzərində mənfi n bərabərdir 1 bölünsün A üstü n kimi göstərilə bilər. Elə bil bir növ necə ədədin tərsini necə göstərirdik biz? Məsələn 5-in tərsi nə olurdu 5-də 1? Baxın eyni məntiqdir. Bir də nümunə göstərin. Məsələn 3 üstü mənfi 4. Bunu göstərə bilərsiniz ki 1 bölünsün 3 üstü 4. Yəni bu işarə avtomatik itəcək. Olacaq 3 üstü 4. Yəni bu da deməli bu cür göstərilə bilər. Sonra başqa nə demək olar? Bir dənəsində yazın. Bunu belə də görə bilərsiniz. Olsun bu da lap 9. B-də A üstündə mənfi n. Deməli biz dedik ki üstü mənfi n isə nə edirik? Onun tərsini götürürük. Onda B-də A-nın tərsi nədir? A-da B üstündə n. Bunu da ayrı-ayrı qüvvətlər üstü göstərsəm, bu formada göstərə bilərəm. Məsəl üçün, nümunə də göstərək. Hətta 5-də 4 üstündə olsun mənfi 2. Bərabər də olacaq nə? 4-də 5 üstündə 2. O da olacaq burada 5-in kvadratı, burada da 4-ün kvadratı. Bu dediklərimizə aid bir dənə ümumi bir misal nümunəsi də verək. Vaxt çox getməsin deyə mən birbaşa misalı yazdım ekrana. İndi həllinə baxaq. Uşaqlar, bu tip misallarda nə edirik? Əsasları çalışın ən sadə halına gətirin. Sadə vuruqlar kimi belə deyim, hətta göstərin. Məsələn, burada 14-dür. 14 nə ilə nəyin hasildir sadə vuruq olaraq? 2 ilə 7-nin. Sonra burada baxın 26 var. 26 nə ilə nəyin hasilidir? 2 ilə 13-ün. Sonra 16-nı 2 üstü 4 kimi göstərə biləcəyik. İndi ümumi dediklərimi tətbiq edək. 14-ün yerinə yazıram. 2 vurulsun 7. Üzərində də 10 var. Qüvvəti 10'dur. Aşağıda da yazıram. 2 üstü 8, 7 üstü 9. Zaten sadə vuruqlarda hamısı bu formada da qalır. Vuraq. 13 ilə də mənim işim yoxdur. 8-i nə yazaram? 8 uşaqlar nə deməkdir? Kənardan göstərirəm. 2 vuraq 2, vuraq 2. Yəni 2-nin kubu deməkdir. Yazaram 8-in yerinə ki 2-nin kubu, 10'da üstündə də 4 var. 26 nədir uşaqlar? 2 vuraq 13 deməkdir. Üstündə də bir dənə 5'i var. Sonra 16 da uşaqlar 2'ni 4 dəfə öz-özünə vurulmuşu deməkdir. Yəni 2 üstü 4, təzədən 10'da üstündə bir dənə 2 var. Bərabər qoyuram. Biz demişdik ki, baxın bu 2 vur 7 üstü 10 hansı düsturumuz idi bizim? Biraz geri qayıdaq, bax 4-cü düstura bax. Əsaslar müxtəlifdir, qüvvətlər eynidir və həmin qüvvətləri hər bir əsasın üstünə ayrı-ayrı qoyub ortada da vurma işarəsi yaza bilərik. İndi bizdə də bax yenə əsaslar fərqlidir. 2-dir, 7-dir. İndi onda nə yazım? 2 üstü 10 vurulsun 7 üstü 10. Aşağıdakı da olduğu kimi qalır. 2 üstü 8 vuraq 7 üstü 9. Kəsir xətdən biraz uzun qoymuşam. Vuraq. Davam edirəm. Burada 13 üstü 6'dır. Burada isə uşaqlar, burada da biz nə demişdik? Qüvvət təzədən 10'dur. Mötərizənin üstündə bir qüvvəti var. Onda 3'ü 4'ə vururduq. Olurdu nə? 12. 2 üstü 12. Aşağıda yenə əsaslar fərqlidir. Qüvvətləri eynidir və onu yazırıq 2 üstü 5 vuraq 13 üstü 5. Bir də vuraq 2 üstü 4'ü. Bax bu 4'ü bu 2'yə vururuq olur 8. Bərabərdir. İndi başlayaq sadələşdirməyə. 7 üstü 10. Burada nədir? 7 üstü 9. 7 üstü 10, 7 üstü 9'dan deməli bölməsində biz demişdik nədir? Bölmə olanda əsaslar eynidirsə qüvvətlər çıxılır. Bax 7 əsas eynidir, qüvvəti çıxıram. Qalır nə? 7 üstü 1. Və kəsrin sürətində olacaq o. Çünki 7 üstü 10'dan böyükdən kiçik çıxırıb, böyük yuxarıdakıdır. Sonra burada bu artıq bitdi. 13 üstü 6'dır uşaqlar yuxarıda. 13 üstü 5 aşağıdadır. Yenə 13 üstü 6 böyük olan yuxarıdadır. 6'dan 5'i çıxıram 1. Yəni qalacaq vuraq nə? 13 üstü 1. Qaldı 2'lər. Birinci 2'lərin vurma tərəfinə baxıram. Bu 2 üstü 10'dur. Bu 2 üstü 12'dir. Nə oldu? Vuraq 2 üstü 22 yuxarıda oldu. Aşağıda nə qalıb? 2 üstü 8 var.
Bu 13-lər gedibdi. 2 üstü 8 var, 2 üstü 5 var, bir dənə də 2 üstü 8 var. Əsaslar hamısı eynidir. Qüvvətləri aşağıdakiləri toplasam ortalarında, çünki hamısının vurma işarəsi var. Toplasam nə eləyəcək? 8-in üstə deməli 8 16, 16-nın üstə 5 21. Olacaq 2 üstü 21 də aşağıda. Bərabərdir. Bu da öz aralarında sadələşir də uşaqlar. 2 üstü 22 yuxarıdadır, 2 üstü 21 aşağıdadır. Yenə əsas eynidir. Qüvvətləri çıxsam, yuxarıda qalacaq 2 üstü 1. Misalın yekun variantı belə olacaq. 7 üstü 1, 13 üstü 1 vuraq. 2 üstü 1. Mən indi siz görəsiz deyə o birləri yazdım. Amma o əslində bu formada olur da. 7 vuraq 13, vuraq 2. Yəni qüvvət 1-dirsə o yazılmayacaq. Heç nə, bunu da adi qaydada vururuq. 7-ni 13-ə vuranda nə eləyir? 7-yi 13-ə vuranda deməli 7 dəfə 3 21, 7 dəfə 1 7 91. 91 də 2-yə vuranda eləyəcək deməli 182. Belə ay uşaqlar, yəni bu tipdə çoxlu sayda topluda da suallar var. Başqa vəsaitlərdə də var. Uyğunlaşdırıb işləyərsiniz. Nəyi başa düşməsəz də dərsdə izah edəcəm. Ümumiyyətlə çalışacağım ki, bu mövzuların izahından sonra, bitirdikdən sonra izahı içərisindən seçmə suallardan daha əlavə videolar çəkim. Gəlirəm növbəti başlığımıza, cəbri ifadələr. Uşaqlar, cəbri ifadələr də iki yerə bölünür. Bir nə deyəcəyik? Tam cəbri ifadə. Tam cəbri ifadə. Digərinə də deyəcəyik rasional ifadələr. Ümumiyyətlə hələ birinci biraz deməli cəbri ifadələr haqqında ümumi bir məlumat verək. Dəyişənin mümkün qiymətində doğru olan bərabərliyə birinci bunu deyək ki, eynilik deyilir. Dəyişənin mümkün qiymətində doğru olan bərabərliyə eynilik deyilir. Ədədlərin və hərflərin hasilindən ibarət riyazi ifadədə ədədi vuruq əmsal adlanır. Bunu da bilməliyik. Deməli, məsəl üçün 7, A, B, D, bu 7. Bu ədədi vuruğa biz nə deyirik? Əmsal. Deməli, bu ifadənin əmsalı 7-dir. Sonra başqa bir ifadə göstərərəm. -15 x kvadratı z. Baxın, buradakı 15, -15 öz işarəsindən birlikdə götürülür. -15 mənim üçün əmsaldır. Ola bilər ki, elə ifadələr siz görərsiniz ki, məsələn, tutam yazaram ki, x kvadratı z. Deyərsən ki, müəllimə, burada əmsal yoxdur. Uşaqlar, əmsal görmürsünüzsə, yəni bir ifadədə ədəd görmürsünüzsə, deməli onun önündə 1 durubdur. Yəni bu ifadənin əmsalı əslində var və əmsal burada 1-dir. Və ya belə bir görə bilərsiniz, y kubu m-4. Tutalım deyirəm. Yenə burada əmsal var ay uşaqlar və əmsal işarə ilə birlikdə götürülür. Baxın, burada bir dənə elə bir yazılmayan bir var və -1 birlikdə əmsalı verir. -1 həmin ifadənin əmsalı olacaq. Deməli, biz dedik ki, cəbri ifadələr iki yerə bölünür. Tam cəbri ifadə və rasional ifadə, düzdür? Bəs onda belə bir sual çıxır. Bəs cəbri ifadə özü nədir? Uşaqlar, ədəd, dəyişənlər, əməllərin iştirakı ilə düzəlmiş ifadələrə cəbri ifadələr deyilir. Niyə iki yerə bölünür? Məxrəcdə dəyişən varsa, biz ona deyəcəyik rasional ifadə. Məsəl üçün, x-da tutalım olsun 6 plus 7y. Məxrəcdə dəyişən var, düzdür? Baxın, dəyişən məxrəcdədir. Buna deyirik biz rasional. Yox, əgər məxrəcdə dəyişən yoxdursa, məsələn 5x kvadrat üstə 3y məsələn deyirəm. Məxrəcində heç bir dəyişən yoxdur, ümumiyyətlə heç ifadə məxrəci yoxdur. Biz buna deyirik tam cəbri ifadə. Deməli, cəbri ifadələr iki yerə bölündü. Tam cəbri ifadə, rasional ifadə. Məxrəcdə dəyişən varsa olur rasional ifadə. Yox, məxrəcində dəyişən yoxdursa olur tam cəbri ifadə. Uşaqlar bəzən elə bilir ki, yəni ifadədə
kəsr varsa onu avtomatik rasional ifadə ediyorum. Məsələn 2-də 1 x kvadrat üstə y-ə deyərik ki, hə, birdən də rasional ifadə. Ay uşaqlar, mən nə qayda dedim? Dedim ki, məxrəcdə dəyişən olsun. Bu 2-də 1 bir ədəddir. Dəyişən deyil axı, o ədəddir. O tam cəbri ifadəyə aiddir. Yəni nə olsun ki, kəsirdə? Axı məxrəcində hərf yoxdur. Məxrəcdə hərf olanda rasional olur. Olmursa olur tam cəbri ifadə. Bir də ifadələri, məsələn, belə görə bilərsiniz. Modul x, sonra kök altında y plus 5, nə bilim, başqa verə bilərəm. Məsəl üçün, y üstü tam 5-də 1. Yəni, belə deyim. Baxın, məsəl üçün, bunun qüvvəti natural üstü qüvvət deyil. Burada kök altı ifadə var, burada modul var. Uşaqlar, bunlar da tam cəbri deyil. Tam cəbri ifadə deyil. Yəni kəsr nə olsun ki, yoxdur məsəl üçün. Amma tam cəbri ifadə deyil. Ümumiyyətlə modul kök altıdır. Sonra kəsr qüvvətlərdir. Bunlar heç birisi tam cəbri ifadəyə aid deyil. Tam cəbri ifadələrdən başlayaq danışmağa. Başlığımız bir hədlilər. Bir hədlilər. Uşaqlar, nədir bir hədli? Ədəd, dəyişənlər və ya onların mənfi olmayan tam üslü qüvvətlərinin hasilinə bir hədli deyilir. Mənfi olmayan, yəni qüvvət sıfır da ola bilər. Bir dənə mənfi, yəni naturalın əksi olmasın. Buna biz deyirik ki, bir hədli. Məsələn, 5x mənim üçün bir hədlidir. Sonra mənfi 3a kvadratı bir hədlidir. Nə bilim, ədədlərin hamısı, məsələn 7, 0, 1b, kökdə 3, bunlar hamısı bir hədlidir. Yəni ədədlərin hamısı bir hədlidir. Bir hədlinin, uşaqlar, qüvvəti 0 ola bilər. Yəni y üstü 0, yəni bu bir hədlidir. Çünki nədir? 1-ə bərabərdir. Sonra ola bilər ki, məsəl üçün z kvadratı x üstü 0. Yenə bir hədlidir. İstənilən həqiqi ədəd bir hədlidir. Qarışıq ədəd kəsr olsun, dövronluq kəsr olsun, nə olur olsun. Yəni istənilən həqiqi ədəd bir hədlidir. Uşaqlar, bir hədlinin qüvvəti mənfi, kəsr, kök ola bilməz. Yəni, məsəl üçün, x üstü mənfi 4 bir hədli deyil. Sonra, x üstü 4-də 1 bir hədli deyil. X üstündə, məsəl üçün, kök altda 6 bir hədli deyil. Çünki biz qaydada nə dedik? Ədəd, dəyişənlər və ya onların, yəni onlar dediyim dəyişənlərin mənfi olmayan tam üslü, tam olmalıdır orada, tam ədəd. Yəni, naturaldan və sıfırdan söhbət gedir. Heç mənfidən də söhbət getmir. Sonra, bir hədlidə əmsal, nədir əmsal? Məsəl üçün, bir hədli yazdım, 4x kvadratı vurulsun 2y, tutan belə bir şey yazdım. Ədədləri bir-birinə vurursunuz, 4-ü 2-yə vurursunuz, olur 8x kvadratı y. Bax, bu 8 olur bir hədlinin əmsalı. Uşaqlar, bu cür yazılışa isə bir hədlinin standart şəkildə yazılışı deməkdir. Qayda olaraq necə deyərik? Əmsal birinci yerdə durur, sonra isə müxtəlif hərfi vuruqlar və ya onların natural üslü qüvvətlərinin hasili yazılırsa, belə yazılışa bir hədlinin standart şəkli deyilir. Mütləq hərflər müxtəlif olmalıdır. Məsəl üçün, bir dənə nümunə göstərim. Bu bir hədlinin standart şəkli düzdür, amma bu belə yazılsa, bu standart şəkil deyil uşaqlar. Niyə? Çünki biz dedik ki, müxtəlif hərflərdən bir dənə iştirak eləməlidir. Amma burada bir dənə vuraq x burada, bir dənə vuraq x burada. O belə topa şəkildə paylanmalı deyil. Yəni bir dənə olmalıdır. Biz də onu necə yazırıq? Əsas eynidir. X əsas eynidir. Bunun üstündə heç nə yazılmışsa 1-dir. Qüvvətləri toplayıb, 2 ilə 1-i toplayıram. Bunun üstündə yazaram. Baxın, artıq bir hədlini standart şəkildə göstərə bildim. Sonra başqa bir nümunə göstərim. Məsəl üçün 4x vurulsun, x vurulsun, y vurulsun, y vurulsun 2. Deyər ki, beləsinə bir hədli vermişəm. Bunu standart şəkilə gətir. Bu standart şəkilli deyil. Niyə? Çünki x-lar ayrı-ayrı yerlərdədir. Y-lər 3 dənəsi belə tökülübdür. Yəni bu olmaz. Hətta ədədlərin biri başındadır, biri sonundadır. Bizim standart olmağımız üçün nə olmalıdır uşaqlar? Hərəsindən bir dənə hərf
və ədədlər bir-birinə vurulmuş halda öndə olmalıdır. O zaman 4-ü 2-yə vururam, nə edir? 8. X ilə x-in hasili nə edəcək? X-in kvadratı. Y-i 3 dəfə öz-özünə vuranda nə edəcək? Y-in kubu. Bəli, artıq bu bir hədli standart şəkildədir və onun əmsalı da öndə duran ədəd, yəni 8-dir. Bir hədlinin qüvvətini və əmsalını tapmaqdan ötürü uşaqlar mütləq onu standart şəklə gətirməlisiniz. Yəni standart şəkildə olmasa biz ona bu əmsaldır, yox bu qüvvətdir deyə bilmərik. Onda belə sual çıxır. Bəs nədir bir hədlinin qüvvəti? Standart şəkildə yazılmış bir həddlidəki ədədi vuruq bir həddlinin əmsalı idisə, həmin bir həddlinin hərflərinin qüvvətlərinin cəmi isə bir həddlinin qüvvəti adlanır. Nə deməkdir o? Bu 8-ə biz dedik 8 əmsaldır. Dedik ki, bu hərflərin qüvvətlərinin cəmi isə, hərflərin qüvvəti 1-2-dir, 1-3, yəni 2 ilə 3-ün cəmi isə 5-dir. O isə bir həddlinin qüvvəti adlanır. Dərəcəsi də deyilir, qüvvəti də deyilir, qüvvəti adlanır. Məsələn, başqa bir nümunə desəm, tutam yazaram ki, 25 x kvadratı, y kubu, z üstə yazmadım, z olsun. Deyir ki, burada bir hədlinin əmsalı 25-dir. Bəs qüvvəti nədir uşaqlar? Qüvvət hərflərin üstündəki ədədləri toplayırıq. Bax, birinci ədədim olsun, bu 2-dir, bu 3-dür. İndi deyəsiz ki, mənim 2 ilə 3 toplayın 5. Demişdim axı, heç nə yazılmırsa, burada da bir nə var? Gizli bir var. Onda o biri də hökmən toplamalısınız. Deməli, buradan yazaq ki, 2 üstə gələk 3 üstə gələk 1 edəcək 6. Yəni bu qüvvətdir, bir hədlinin qüvvətidir. 25 isə onun əmsalıdır. Əmsalıdır. Sonra bir də 0 elə bir deməli bir hədlidir ki, 0 özdə bir hədlidir uşaqlar. 0 elə bir hədlidir ki, onun qüvvəti təyin olunmayıb. Yəni onun qüvvəti yoxdur. Sonra hər bir ədəd özü bir hədlidir və qüvvəti 0-dır. Məsəl üçün 5. 5 özü bir hədlidir, onun qüvvəti 0-dır. Bu niyə bir hədli? Niyə 0-dır? Məsələn 5 vurulsun y üstü 0 yazsam. Bu nə deməkdir təzədən? 5 vurulsun y üstü 0 1 deməkdir. Gördünüz, yenə eləyəcək 5. Yəni bir ədədlər qüvvəti 0 olan bir hədlilərdir. Ədədlər qüvvəti 0 olan bir hədlilərdir. Bir hədlilərin hasili də, natural üslü qüvvəti də bir hədlidir. Sonra bir-birinə bərabər olan və ya yalnız əmsalları ilə fərqlənən bir hədlilərə oxşar bir hədlilər deyilir. Deməli nədir? Məsəl üçün yazaram. Başqa nəylə yazım? Məsələn 6m-in bir dənə də yazaram 6n-mı. Eyni şeydir də, düzdür. Hətta burada əmsallar da bərabərdir. Yəni bu olur oxşar bir hədli və ya başqa bir şey yazaram. Buradan AB yazaram, buradan 8AB yazaram. Uşaqlar bu da oxşardır. Çünki əmsallar fərqli ola bilər. Bunun əmsalı 1-dir, bunun əmsalı 8, yəni fərqli ola bilər. Sonra başqa bir şey yazaram. 7A kvadratı B, 13A kvadratı B. Əmsallar yenə fərqlidir, amma əsas bu hərfi hissələr nədir? İkisində də eynidir. Bu da deməli oxşar bir hədlidir. Bir də uşaqlar yalnız işarəsi ilə fərqlənən bir hədlilərə isə əks bir hədlilər deyilir. Məsələn, -5x y kvadratı ilə 5x y kvadratı. Yəni burada bir dənə fərq nədir görürsünüz? İşarədə. Burada mənfi işarəsi var, burada müsbətdir də bu. Yalnız işarəsi ilə fərqlənən bir hədlilərə biz deyirik əks bir hədlilər. Davam edək. Çox hədlilərdən. Deməli, başlıq qoyaq. Olsun başlığımız. Çox hədli. Nədir çox hədli? Bir hədlilərin cəbri cəminə uşaqlar çox hədli deyilir. Baxın, bir hədlilərin cəbri cəminə. Cəbri cəm deyən kimi elə düşünməyin, oradanca toplamadır. Yəni cəbri cəm demək həm toplama, həm də çıxma əməli deməkdir. Yəni ikisi də iştirak edirsə, bu olur, deməli, çox hədli. Həmin o bir hədlilərə isə uşaqlar, deməli, bir hədlilərə isə çox hədlinin hədləri deyəcəyik. Məsələn, 5x üstə y. Bax, bu özlüyündə, bu 5x, bu özlüyündə. Bir dənə bir hədlidir, düzdür? Bu y də özü üçün bir dənə bir hədlidir. Bunları toplayanda artıq mənim üçün alındı çox hədli.
Özü bu çox hədlidə neçə hədd var? 2 dənə. Biri 5x-dır, biri də y-dir. Yəni 2 hədlidir. Sonra məsəl üçün başqa bir nümunə göstərərəm. 8x kvadratı çıxılsın 4y üstə 7m çıxılsın n. İndi baxın. Burada 8x kvadratı özü üçün bir hədlidir. 4y də özü üçün bir hədlidir. 7m də özü üçün bir hədlidir. Eyni qaydada n də özü üçün bir hədlidir. Burada indi əməl işarəsindən ikisi iştirak edir, yəni çıxma və toplama. Bunlar mənim üçün əmələ gətirdi nə? Çox hədli. Və burada neçə hədd var? 1, 2, 3, 4 dənə həddi var bu çox həddinin. Uşaqlar, çox hədlilərdə də bir hədlilərdə olduğu kimi qüvvətlərdə, yəni qüvvətdə mənfi, kəsir və kök ola bilməz. Yəni zaten necə olsun ki, demişik axı çox hədli bir hədliyin cəbri cəmidir. Bir hədli olmayan bir şey necə çox hədli olsun? Yəni ola bilməz. Sonra çox hədli həmçinin məsəl üçün bu formada görə bilərsiniz. Bu modul x plus y çox hədli deyil. Çünki bu modul x özü bir hədli deyil. Bir hədli olmayan bir şeyi toplayaq, neçədən istəyirsən toplu, necə çox hədli olsun. Sonra köklə y plus m çox hədli deyil. Nəm x kvadrat üstə y üstə 2-də 1 çox hədli. Bax bunlar heç birisi deyil ha. Qarşısına x qoyuram ki bilin. Və z üstü mənfi 2-də 1 plus 1 deyil. Çox hədli deyil uşaqlar bu da və s. Yəni bunlar heç birisi çox hədli deyil. Sonra bunu uşaqlar bəzən qarışdırır. Bax, buna diqqətli olun. Hər bir hədli eyni zamanda hədləri bir dənə olan çox hədlidir. Baxın, 5 həm bir hədlidir, həm də çox hədlidir. Çox hədli. Necəsini də deyim? Tutalım. Yazıram ki, 5, bax bunu çox hədli kimi necə göstərə bilərəm? 5 üstə gələ 0 vurulsun, y üstü 7. Gördünüz, oldu çox hədli. Baxın, 2 dənə hədd var da. Sadəcə əmsalı 0-dır deyə dəyişənin qarşısındakı. Getdi 0-a. Onun görə oldu 5. Deməli, bir hədli. 5 həm bir hədlidir, həm də həddinin sayı bir dənə olan çox hədlidir. Başqa bir nümunədə buna aid göstərmək istəyirəm. Məsələn, 8x kubu. Həm bir hədlidir uşaqlar. Bir hədd. Həm də çox hədlidir. Çox hədli. Davam edək. Hərfi vuruqları uşaqlar eyni olan ifadələrə, hərfi vuruqları eyni olan ifadələr oxşar ifadələrdir. Oxşar ifadələrin əmsalları, bayaq biz dedikdə eyni və ya fərqli ola bilər. Oxşar bir hədliləri dedimi, əmsalları eyni ola bilər və ya fərqli ola bilər. Və oxşar ifadələri biz toplayıb və ya çıxa bilərik. Oxşar toplananların toplanması və ya çıxılması onların islahı adlanır. Məsələn, nə deməkdir bu cümlə? İndi uzun cümlə kimi gələ bilərsə, bax, 7AB, 4AB, bir də 5AB yazaram. Toplama qoyaram ortasına, bir dənə çıxma qoyaram. Bax, 7AB, 4AB, 5AB. Bunun ayrı-ayrılıqlar arasında bir həddi kimi baxsaz oxşardır. Sadəcə işarələri fərqlidir. Və ya belə deyim ki, işarələr toplama çıxmasına fikir vermədən əmsallar işarələr yox, əmsallar fərqlidir. 7-dir, 4-dür, 5-dir. Amma hər biri bir hədlidir və oxşardır. Biz də deyirik ki, oxşar bir hədliləri toplayıb çıxa bilərik. Və buna, bu prosesə onların islahı deyilir. 7AB-nin üstünə 4AB gələndə, adicə 7-nin üstünə 4 gələndə nə edir? 11, AB də onun yanında. 11, təzdən 11-dən 5 çıxanda nə edir? 6, yanında da AB-si. Sonra başqa bir nümunə göstərim. 5a kvadratı x. Üstə gəlinsin 3a kvadratı x. Çıxılsın 2a kvadratı x. Baxın, yenə oxşardır. Mənə əmsal maraqlı deyil. Oxşar olması üçün hərf hissələrə baxın. Baxın, oxşardır. 5a kvadrat x-in üstü 3a kvadrat x gəlinə elir. 5-in üstü 3 gəlinə 8a kvadrat x. Çıxaq 2 olur. 6a kvadratı x. 6a kvadrat x. Bir də uşaqlar. Bəzən belə yaza bilərsiniz, 7A üstə gəlsin 5. Bəzi şagirdlər olur ki, müəllimə o yazaram da 12A. Uşaqlar, yalnız oxşarları toplayıb çıxa bilərsiniz. Bu ədəddir, bu yanında bir hərf yoxdur. Bu isə dəyişəni olan bir ifadədir. Yəni 7A-nın dəyişəni olan bir ifadəni hərflə sən ədəd necə toplaya bilərsən? Bu yazılış səhvdir. Bunun elə bu formada da saxlamaq lazımdır. Sonra davam edirəm. Hər bir həddi standart şəklində olan
və oxşar hədləri olmayan çoxhədliyə standart şəkildə çoxhədli deyilir. Bax, bir dənə indi nümunə yazım, o standart şəklə çevirək. X üstü 4, üstə gələ 5, x kvadratı y, üstə 3, x üstü, məsəl üçün 4, üstə gələ 6, x kvadratı y plus z. Belə bir ifadə yazdım. Uşaqlar, bu standart şəkilli deyil. Niyə? Çünki baxıram ki, burada da x üstü 4 var, burada da var. Burada da 5x kvadratı var, burada y var, burada da 6x kvadratı y var. Bunları biz dedikdə toplayıb çıxa bilərik. İndi hamısının arasında toplamadı deyə toplayacaq. X üstü 4 nə? X üstü 4 toplayanda nə eləyir uşaqlar? 4. X üstü 4. 5x kvadratı y ilə də 6x kvadratı y toplayanda nə eləyəcək? 11x kvadratı y. Bir dənə də axırda qaldı z. Buna artıq deyirik biz standart şəkilli çoxhədli. Burada t-nu yazdım, düşmədi. Standart şəkilli çoxhədli deyəcəyik. Standart şəkilli çoxhədlidə hansı həddin qüvvəti böyükdürsə, həmin həddin qüvvəti çoxhədlinin qüvvəti və ya dərəcəsi olacaq. Bax, birinci həddin qüvvəti 4-dür. İkinci həddin qüvvəti neçədir? Göstərim, diqqətlə baxın. Burada 2-dir, burada da 1 var. 2 ilə 1-i toplayanda 3-dür. Bax, birinci həddin, buradan yazıram. Birinci həddin qüvvəti 4-dür. İkinci qüvvəti dəyişənlərin üstünü toplayırsan da 2-nin üstünə 1 gəlsən 3-dür. Üçüncü z-in qüvvəti heç nə yazılmayıbsa 1-dir. Ən böyük qüvvət hansındadır? 4-də. Deməli, bu çoxhədlinin qüvvəti 4-ə bərabərdir. Yəqin ki, aydındır. Başqa bir dənə də nümunə göstərim, lap aydın olsun. Məsələn, x üstü 6, y üstü 7, plus z üstü 15, n, plus m üstü, məsəl üçün 10. Deyirəm ki, bu çoxhədli, bu standart şəkillidir. Görürsünüz, hər bir hədd fərqli-fərqlidir. Deyirəm ki, bunun qüvvəti nədir? Uşaqlar, birinci üçün qüvvət 6 üstə 7 gəlirsən 13. İkinci üçün qüvvət 15-in üstə burada heç nə yazılmışsa 1-dir. 1 gəlsən edir 16. Üçüncünün qüvvəti edir 10. M üstə 10, 10. İndi içində ən böyük hansıdır? 16. Deməli, bu çoxhədlinin dərəcəsi və ya qüvvəti 16-ya bərabərdir. Sonra bir qayda haqqında da sizə danışmaq istəyirəm. AX çoxhədlisinin dərəcəsi M olsun. Bax, yazıram. AX bir dənə çoxhədli verilib, bilmirəm nədir. Dərəcəsi M-dir. Bir dənə də BX çoxhədlisi verilib uşaqlar. Bunun da dərəcəsi olsun N. Deyir, əgər AX-in dərəcəsi M, BX-in dərəcəsi N olarsa, aşağıdakı fikirlər doğrudur. Birinci, AX vurulsun BX dərəcə olacaq M plus N. Nə deməkdir bu? Bir dənə AX-a özümdən bir çoxhədli deyim. AX çoxhədlisi olsun məsəl üçün x kvadratı plus 4 bir çoxhədlidir. Bir dənə də BX-a çoxhədlisini qoyum. Olsun x üstü 7 plus 8. Bu çoxhədliləri göstərdim. Mənə deyir ki, AX-ı BX-a vuranda bax, x-in kvadratı plus 4-dür. X üstü 7 plus 8-ə deyir vuranda. Dərəcəsi olsun, deməli, birinci üçün 2-dir, M oldu 2. İkinci üçün N oldu, məsəl üçün 7, düzdür. Deməli, bunları bir-birinə vuranda, deyir, bunları bir-birinə vuranda 2 ilə 7-ni toplayırsan. İndi birazdan çoxhədlilərin vurulmasını keçəndə görəcəksiniz ki, bu mötərizəni x kvadratının x üstü 7-yə vuranda əsaslar eyni olanda qüvvətlər nə olurdu? 2-nin üstünə 7 gəlsən 9. Yəni burada ən böyük deməli dərəcə olurdu 9. Yəni artıq bu hasil üçün ən böyük dərəcə olacaq 9. Və bu deməkdir. Birinci qayda bu deməkdir. İkincidə nə deyir? Deyir ki, AX-ı vursam BX üstündə bir K-ya. Bu zaman necə olacaq deyir. M üstə gəlinsin, K vurulsun, N şəklində olacaq dərəcə.
Həmin çoxhədlini elə göstərdiyim nümunə üstündə yazıram bura. Ax-ın yerinə yazıram x kvadratı plus 4. Vuraq, mötərizədə yazılırlar bunu. Bx-ın da yerinə yazıram x üstü 7 plus 8. K-nın da yerinə, məsələn, K-ya özümdən bir qiymət deyirəm. Bilmirəm nədir, 4. Olsun 4. Deyir, indi bu dərəcəni tap. Uşaqlar, burada nə ayırırsınız? Bax, K-nı deyir, demişdik də ikinci, deməli, BX-in dərəcəsini də bax, deyir ki, K-nı, yəni BX-in dərəcəsinə vur. Yəni, 7-ni 4-ə vuracağıq. Buradan yazıram. 7-ni 4-ə vururduq. Bir də M-nı da, yəni M-da AX-in dərəcəsi də 2. O da gəlirdi üstünə. Və salam. 7-ni 4-ə vuranda olur 28, üstə də 2 gələndə 30. Yəni, bu hasilin dərəcəsi edəcək 30. Sonra üçüncü formada, fərqli rənglə göstərim. Üçüncü formada belə olacaq. AX üstündə bir L vuraq. BX üstündə bir K. Yəni, bayaqdan bir dənə təkcə BX idi. O fərqi yoxdur. O AX-ın da üstündə K ola bilər. BX-ın üstündə heç nə olmaz. Yəni, o elə bilməyin ki, ancaq BX aiddir. Yəni, yerlərin dəyişik ola bilər. Elə də rastlıqca çıxa bilər. Bunun dərəcəsi uşaqlar nə olacaq? Dərəcə. Dərəcəsi olacaq, deməli. Biz AX-ın dərəcəsini nə götürmüşdük? M. Düzdür? Onda olacaq birincini M-i elə vururuq. Ortada toplama olacaq. BX-in də dərəcəsinə biz nə demişdik? N şərtdə, ən birinci başlıq şərtdə N qoymuşduq. O da vurur K-ya. Buna aid də bir nümunə. Elə biz AX-a bayaqlarım özümdən mən ifadə yazdım. X kvadratı plus 4. Elə də məsəl üçün deyirəm 5 olsun. Vuraq. BX-in də yerinə qoyuram. Bayaq nə qoymuşdum? X üstü 7 plus 8. Məsələn, K-ya da elə deyirəm 4. Şərt mənə nə deyir? Şərt mənə deyir ki, bu 2-ni bu 5-ə vur. 2 vuraq 5. Toplama işarəsi qoy. 7-ni də bu 4-ə vur. Olur 28. 10 üstünə 28 də gələndə olur 38. Deməli, bu hasilin dərəcəsi 38 olacaqdır. Bir də dördüncü şərt nə olar? Əgər yenə AX, BX o çoxhədləri verilibsə, M, yəni A-nın dərəcəsi N-in dərəcəsindən böyük olarsa, onda AX plus BX çoxhədlinin dərəcəsi elə M-ya bərabər olacaq dərəcə. Buradan dərəcə söz yazım daha düz olsun. Dərəcəsi M olacaq. Nə deməkdir bu? Deməli, mən A-ya nə qoymuşdum? X kvadratı plus 4. B-yə nə qoymuşdum? X üstü 7. Deməli, plus, nə qoymuşdum? X üstü 7 plus 8. Deməli, indi mənim yazdığımda M-nıdan böyük deyil. Olsun ki, məsələn, özümdən dəyişim, buna 9 qoyun, buna 7 olsun. Bax, M-nıdan böyükdür. Məsəl üçün, mən AX-in dərəcəsini M, BX-in dərəcəsini N götürmüşəm də, düzdür. M-nıdan böyükdür. Bax, X 9-dan böyükdür. Deməli, 7-dən böyükdür. Bu dərəcə onda nə olacaq? Yəni, demişdik də, hansı bir hədlinin qüvvəti böyükdürsə, həmin deməli, həddin qüvvəti elə çox həddin dərəcəsi olacaq. Onda dərəcə 9-a bərabər olacaq. Yəni, biz də o demişdik də, M-dən böyükdürsə, dərəcə M-ə bərabər olacaq. Buna aid ümumiləşdirilmiş bir dənə də bir nümunə vermək istəyirəm, daha yaxşı oturuşsun. Misal. Deyir, bu misalda çox həddin dərəcəsini tap. Uşaqlar, baxıram. X üstü 5 var, üstündə bir dənə də 6 var. Onda burada ən böyük də, mən ən böyük dərəcəyə baxıram. 5-ə 6-ya vururam, burada bir dənə X üstü 30 yaranır. Burada nədir? Yəni, digərlərinə baxmaya ehtiyac yoxdur. Bir də nə var? X üstü 7-ni, bir də bunun qüvvətinə vururam, 35 olacaq. Heç əmsala da baxmaya ehtiyac yoxdur. Burada X üstü 30-dur, burada X üstü 35-dir. Dərəcə hansı olacaq? Çox həddin dərəcəsi nə olacaq? 35. Qüvvəti böyük olan bir həddinin qüvvəti, deməli, çox həddinin dərəcəsi olacaq.
Sonra uşaqlar çoxhədlinin əmsallar cəmini tapmaq üçün dəyişənlərin yerinə bir qiyməti yazıb hesablamaq lazımdır. Bax bir də nümunə göstərəm. Məsəl üçün 15 y üstə 6 çıxılsın 4y kubu plus 2y minus 1. Deyir ki, bu çoxhədlinin əmsallar cəmini tapın. Əmsallar cəmini tapın. Dəyişənlərin yerinə 1 qoyuram, hesablayıram. Olacaq nə? 15 vuraq, 1 üstə 6 çıxaq, 4 vuraq, 1 üstə 3, üstə gələk 2 vuraq, 1 çıxaq 1 bərabərdir. İnşallah 1-in istənilən qüvvəti elə 1-in özünə bərabərdir. 15-i yəni eləcə 1-ə vurursunuz, çıxaq 4-ü 1-ə vurursunuz, üstə 2-ni 1-ə vurursunuz, çıxaq 1. Və 15-i 1-ə vuranda 15, 4-ü 1-ə vuranda 4, üstə 2-ni 1-ə vuranda 2 və çıxaq 1. Bu da bərabərdir. 15-dən 4 çıxanda 11, üstünə 2 gələndə 13, 13-dən də 1 çıxırsınız, edəcək 12. Deməli, bu çoxhədlinin əmsallar cəmi 12-yə bərabər olacaq. Çoxhədlinin sərbəst həddini tapmaq üçün isə uşaqlar, çoxhədlinin sərbəst həddini tapmaq üçün elə həmin misalı bir dənə buradan deməli köçür, buradan yapışdıraq. Aha. Çoxhədlinin sərbəst həddini tapmaq üçün isə burada deməli əmsallar cəmini tapanda dəyişənlərin yerinə 1 qoymuşdum. 1-ə qoymuşdum da. Burada isə deməli sərbəst həddini tapanda isə dəyişənlərin yerinə 0 qoyasınız. Yəni 15 vuraq 0 üstə 6, çıxaq 4 vuraq 0 üstə 3, üstə 2 vurulsun 0, çıxılsın 1. Demişdik də 0-ın istənilən natural qüvvəti 0-ın özünə bərabərdir. 15-də 0-a vuranda 0, burada 0-a getdi, burada 0-a getdi. Cavab bir də axırda nə qaldı? -1. Deməli, sərbəst hədd bu ifadə üçün -1-ə bərabərdir. Və son olaraqsa çoxhədlinin vurulmasından danışmaq istəyirəm. Çoxhədlinin vurulması. Çoxhədlinin vurulması, yəni hasili var bir həddinin çoxhədliyə vurulması. Nə deməkdir bu? Bu zaman bir həddini çoxhədlinin hər bir həddinə vurub alınan hasilləri cəbri cəm şəkildə yazmaq lazımdır. Deyir ki, tutam 5y üstü 4 ilə 3x kvadratı çıx 4y-in hasilini tap. Götürürəm, buradan qəşəcə yazıram. 5y üstü 4 vuraq 3x kvadratı çıxılsın 4y. Bərabərdir. Qaydamız nədir? Bu bir həddini götürürük. Çoxhədlinin hər bir çoxhədlinin hər bir həddinə. Bax, bir dəfə buna vuracağıq. Bir dəfə də digərinə vuracağıq. Ortada da nə işarə varsa onu saxlayacağıq. 5y üstü 4-ü, yəni sənə deyir ki, vur bir dəfə 3x-in kvadratına. Ortada çıxma işarəsidir. Yenə 5y üstü 4-ü bu səfər vurursan 4y-ə. Bu da bərabər olacaq. Əmsalları vursan 5 3-ə vuranda nə edir? 15, y üstü 4, x-in kvadratı qalır. Çıxaq. 5-i 4-ə vururam 20, y üstü 4-ə y-ə vuranda əsaslar eynidirsə qüvvətlər toplanır. 4-ün üstə 1, 5. Və salam. Bu da bir həddinin çoxhədliyə vurulması. İndi bəs yaxşı çoxhədlinin çoxhədliyə necə vuracağıq? Bu zaman birinci çoxhədlinin hər bir həddini ikinci çoxhədlinin hər bir həddinə vururuq. Hasilləri də cəbri cəm şəklində yazırıq. Məsələn, nümunə göstərirəm. 5a plus b vurulsun 3a minus 2b. Deyir ki, bunu vur. Yəni, bu çoxhədlini digər çoxhədliyə vur. Qayda məndən nə deyir? Bax, bu 5a-nı götürürəm. Birinci buradakı hər bir həddə vururam. Vuraq. 5a vurulsun 3a. Ortada nə işarəsi gəlir? Çıxaq. 5a vurulsun 2b. Sonra toplama qoyuram. Niyə toplama? Çünki bu da müsbət ədəddir, bu da müsbət ədəddir. Toplama olur. B-ni vururam 3a-ya. İndi B-ni bir də vururam 2b-yə. B müsbətdir, öbürsü 2b mənfidir deyə ortada çıxaq işarəsi olacaq. B vurulsun 2b. Bu da bərabərdir. 5a-nı 3a-ya vuranda uşaqlar nə edir? 5 3-ə vurursan 15, a-nı da a-ya vuranda a kvadratı. Birinci olur 15a kvadratı. Çıxaq. 5-i 2-yə vururuq 10. Yanında da ab. Üstə b-ni 3a-ya vuranda nə edir? 3ab çıxaq. 2 axırıncıda b kvadratı. Bərabərdir. Uşaqlar 15a kvadratı olduğu kimi qalır. Amma burada oxşar hədlər var. 10a ilə 3ab oxşardır. İslah etməliyik. Bu mənfi 10ab-dir. Bu da 3ab-dir. Adicə tam ədədlər üzərində əməllər necə edirsə, bu da 10 kimidir. Mənfi 10-un üstünə 3 gələndə nə edir? Mənfi 7, yanında da ab.
Bir də çıxaq 2b kvadratı. Bəli, standart şəklində də göstərdik. Deməli, bu da çox həddinin çox həddiyə vurulması. Belə uşaqlar, bu izahımda sizə çox həddinin vurulmasına qədər danışdım. Növbəti izahda isə artıq müxtəsər vurma düsturları və davamı gələcək. Yəni onu da part 2-yə daxil edəcəm. Kanalımı bəyənib dəstək olmağı unutmayın. Növbəti izahlarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.